Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər 2015-ci ildən etibarən bir araya gəlirlər. Bu, 12-ci belə toplantı olacaq. 2023-cü ildən isə bu iclas daha bir komponentlə zənginləşib. Yaşıl Enerji Məşvərət Şurası. Belə görünür ki, iştirakçıların masasında qeyd dəftərçəsi, tərcümə avadanlığı və tədbirin proqramı olacaq. Proqrama əsasən tədbir qeydiyyatla başlayacaq, daha sonra Prezident İlham Əliyevin çıxışı və digər çıxışlar. Ötən ilki toplantıda Azərbaycan qazını alan ölkələrin sayı 12-yə bərabər idi. Bu il isə 16 ölkə Azərbaycan qazı ilə isinir. Və bugün boru xəttinin əhatə coğrafiyasına görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində müstəsna yeri bir neçə faktorla ölkəmizin qoca qitənin qaz bazarında payını artırması, mövcud potensialı və etibarlı tərəfdaş olması ilə müəyyənləşir. Azərbaycan enerji resurslarını təzyiq alətinə yox, əməkdaşlıq predmetinə çevirir. Bakıda olmaqdan çox məmnunam. Möhtəşəm konferansdır. Hesab edirəm ki, Azərbaycan həm ənənəvi enerji, həm də yaşıl enerji dəhlizi kimi gələcək yaşıl layihələr vasitəsilə enerji təhlükəsizliyində böyük rol oynayır. Fikrimcə, hökumət yürütdüyü enerji siyasəti ilə uzaqgörənlik nümayiş etdirir. Bu tədbir müxtəlif ölkələrin Cənub Qaz Dəhlizinin əhəmiyyətinə diqqət yetirməsi baxımından mühüm rol oynayır. Ümidvarıq ki, gələcək inkişaf üçün və Avropanın enerji təhlükəsizliyində bu regionun bir hissəsi olan Azərbaycanın mühüm rolu baxımından yeni ideyalar yaranacaq. Mühüm enerji və enerji təhlükəsizliyi məsələlərini müzakirə etmək üçün bu əhəmiyyətli tədbirdə iştirak etmək bizim üçün şərəfdir. Azərbaycan çox gözəl təşəbbüs irəli sürərək enerji məsələlərini müzakirə etmək üçün Mərkəzi Asiyadan, Avropadan və region ölkələrindən nümayəndələri burada bir araya gətirib. Düşünürəm ki, bu region və Mərkəzi və Şərqi Avropa üçün ümumiyyətlə çox mühüm mövzudur. Ümidvaram ki, daha aydın mənzərə ilə qarşılaşacağıq və bundan sonra da yaxşı strateji ideya ilə irəliləyəcəyik. Hazırda ixrac edilən 25 milyard kubmetr qazın yarısı Avropa ölkələrinin payına düşür. Trans-Adriatik boru kəməri vasitəsilə indiyədək ölkəmizdən Avropaya 56 milyard kubmetrdən çox təbii qaz nəql edilib. Bu çox mühüm tədbirdir. Çünki Azərbaycan regionla Avropa İttifaqı arasında bağlantılar baxımından mühüm rol oynayır. Biz enerji sektorunda əməkdaşlığı inkişaf etdirmək əzmindəyik. Prezident İlham Əliyev ailə fotosu üçün təşrif buyurur.